Kompüter qrafikası və informasiyanın kodlaşdırılması bölməsi. Ölçü vahidlərini keçdik. Ölçü vahidləri bir növ bu bölmənin başlanğıcıdır. Əsasən mən ölçü vahidlərindən yazdırmağı xoşlayıram ki, ilk olaraq abituriyentlər başa düşsün ki, söhbət nədən gedir, birbaşa kodlaşdırmaya daxil olunur. Burada baxsaq, deməli PDF-imizdə nə var? Kodlaşdırma və dekodlaşdırma mövzuları var. Çox gözəl. Birinci növbədə baxaq, kodlaşdırma nədir, dekodlaşdırma nədir? Bu nə üçün bizə lazımdır? Baxın, bunun haqqında səhifəni yeniləyək. Burada qeyd eləyək. Kodlaşdırma. Kodlaşdırma bir məlumatın A nöqtəsindən B nöqtəsinə ötürən zaman istifadə etdiyimiz təhlükəsizlik məsələsidir. Məsələn, sizdə bir dənə fayl var deyək. Bir dənə fayl olsun. Bunun içərisində müxtəlif məlumatlar olsun. Yazı, video, mətin, multimedia və s. Bunu siz A nöqtəsindəsiz. Deyək ki, öz evinizdəsiz. Xarici bir dənə vətəndaşla söhbət edirsiniz. Bura hətta sizin eviniz olsun. Burada olsun, vətəndaş Rusiyada yaşayır. Rusiya vətəndaşı olsun, məsələn. Siz bu nöqtədən, öz evinizdən bunu Rusiyaya göndərməlisiniz. Bir telefon vasitəsilə deyək, bir faylı. Burada hər hansısa bir sosial media vasitəsi ola bilər təbii ki, rabitə kanalının qoşulacağı. Deyək ki, WhatsApp, Instagram, Telegram və s. Ona göndərirsiniz. Bu zaman məlumat mütləq ki, kodlaşdırılır. Əlbəttə, burada daha dərindən baxsaq, müxtəlif texnologiyalar dayanır. O, hələ ki, sizə lazım deyil. Gələcəkdə inşallah universitetə qəbul olandan sonra maraqlanıb öyrənərsiniz. Bunu göndərən zaman kodlaşdırılır. Kodlaşdırılma prosesində məlumat nə olur? Kilitlənir. Biraz kilitə bənzər bir şəkil bura. Görün, bənzəyə bilərmi? Oldu belə kilit. Bu şəkildə kilitlənir. Və rabitə kanalı boyunca ötürülür. Rabitə kanalı da həmin məlumatın gedəcəyi istiqaməti özündə birləşdirir. Yəni bir yoldur. Deyək ki, siz evinizdən məktəbə gedirsiniz. Müəyyən bir yolla gedirsiniz o istiqaməti. Həmin yol olacaq rabitə kanalı. Rabitə kanalı naqilli, naqilsiz ola bilər. Məsələn, naqilsiz rabitə kanallarına misal olaraq radio peyçlər, telefon xətləri bu şəkildə göstərmək olar. Naqilli də məsələn kabellər vasitəsilə olan kanallardır. Müəyyən bir kabellə deyək ki, HDMI bilirik də yəqin ki, kompüter üçün istifadə olunan görüntünü, səsi göstərən kabeldir. HDMI portuna taxılır. Onu deyək bir televiziyaya taxaraq, qoşaraq nə edirsiniz? Görüntünü televiziyaya yansıdırsınız. Bu kimi nümunələr göstərmək olar. Bu olacaq naqilli rabitə kanalları. Göndərirsiniz və bunu şifrələmisiniz. Məsələn, sizin ən rahat şifrələmə üsulu test toplusundan da aşina olduğunuz Sezar üsuludur. Məsələn, Sezar üsulunu şifrələyirəm. Mən ana sözü göndərmək istəyirəm məsələn. Ana sözünü şifrələyirəm ki, başqa bir şəxs bunu anlamasın. Anlamasın və ana sözünü Sezarla şifrələyirəm. Məsələn, əlifbadan A, B, C hərflərini götürək. A hərfini şifrələyirəm. B hərfi ilə, özündən bir hərf sonra ilə. Olacaq A hərfi B hərfi ilə. N hərfi deyəsən N-dən sonra M gəlməlidir. N hərfindən sonra M ilə şifrələyirəm. A-nı da yenə B ilə şifrələyirəm. BMB olaraq göndərirəm digər tərəfə, kodlaşdırıram. Digər tərəf bunu qəbul edəndə birbaşa olaraq əlbəttə ki, qarşısında göydən düşmə ana sözü çıxmır. Bu da bunu nə etməlidir? BMB olaraq qəbul etməlidir. Və sonra bunu BMB olaraq qəbul edir və şifrəsini qırmalıdır ki, ana sözünü, mənim yazdığımı başa düşsün. Bunun üçün bunu, həmin sözü biz dekodlaşdırmalıyıq. Dekodlaşdırma prosesi buradan başlayır. Dekodlaşdırılma həmin açarı, yəni sındırırıq. Üzərindən belə klikləyirəm, yəni sındırdıq. Sındırırıq həmin açarı və şifrəni tərsinə çeviririk. Məsələn, Sezarla şifrələnirsə tərsinə çeviririk və ya başqa şifrələmə texnologiyaları dediyim kimi var. Çoxlu şifrələmə texnologiyaları var.
həmin şifrələmə texnologiyasının alqoritminə uyğun olaraq dekodlaşdırma prosesi həyata keçirilir. Nəticədə ana sözü beləliklə qəbul olunur. Rusiya tərəfindən artıq olan bir şəxs bu ana sözünü qəbul etdi. Burada təbii ki, ana və ya Rusiya bunlar bir misaldır. Əsas olaraq məntiqi, mahiyyəti başa düşəsiniz. Kodlaşdırma bizim işimizə çox yarayır. Həm təhlükəsizlik tədbirləri üçün rahatdır, həm də digər. 2 dənə kodlaşdırma üsulumuz var. Simmetrik və asimmetrik şifrələmə. Bura yazaq simmetrik and asimmetrik encryption. Yəni şifrələmə. Simmetrik şifrələmədə baxın. Elə webin üzərini göstərim sizə. Açarlar var. Bir verir. Elə burada daha yaxşı göstərilir hətta şəkildə. Bunu gəlin yükləyək. YPG faylında. YPG açmırsa, onda belə açaq. Problem deyil. Elə açmırsa, bizdə yol çoxdur. Baxın, burada asimmetrik şifrələmə var, bir də simmetrik şifrələmə dayanıb qarşınızda. Asimmetrik şifrələmə və simmetrik. Simmetrik şifrələmədə bir açarlı şifrələmədir. Bir açardan istifadə olunur. Asimmetrik şifrələmədə isə 2 açardan istifadə olunur. Bunu əslində keçən dərsin bir mövzusuna əlaqəlidir. Ancaq daha yaxşı başa düşməsi üçün həm də nəzəriyyənin özündə var. Onun üçün yenidən izah edirəm sizə. Məlumatınız da olsun. Bir açar olur. Bir açarla həm şifrələmə prosesi həyata keçirilir, həm də şifrələmə. Məsələn, yenə əvvəlki məsələmizə qayıdaq. Əvvəlki məsələdə dedim ki, bir açar olsun. Bu bir açarla həm mən şifrələyirəm, həm ötürürəm, digər adam da bunu deşifrələyir. Bir növ Sezar şifrəsinə bənzəyir də bu uşaqlar. Sezar biraz kobud bir nümunə olacaq, amma göstərirəm. Sezar şifrələmə. Mən məsəl üçün yazmışam vərəqə ki, K bərabər 2. Ona deyirəm ki, mən bunu yazmışam, 2 hərf sağa sürüşdürüb yazmışam, kodlaşdırmışam. Sən də 2 hərf sola sürüşdür, dekodlaşdır. Eyni də bir açarla şifrələdim. Açarı da verdim ona. Eyni açar var, eyni məntiq var ki, o edir. Amma asimetrik şifrələmədə isə vəziyyət başqadır. Asimetrik şifrələmə isə 2 açarla olur. Artıq mən bir açarla şifrələyirəm. Digər şəxs isə mənim açarımla bunu aça bilmir. Sadəcə başqa bir dənə açarla bunu dekodlaşdıra bilər. Kodlaşdırma və dekodlaşdırma prosesində fərqli açarlar tətbiq olundu. Bu bizim şifrələmə prosesimiz idi. İndi keçək digər hissəyə görək nə var. Digər dillər var, təbii dillər, formal dillər. Təbii dillər zaten bildiyimiz kimi, məsələn, ləzgi dili, tat dili, müəyyən xalqların, etnosların danışdığı dillərdir. Formal dillər isə nədir? Formal dillər isə, bu arada təbii dillərə tək etnoslar deyil, Azərbaycan dili, Rus dili, müəyyən ölkələrin dilləri də aiddir. Formal dillər isə rəqəmlər, riyazi ifadələr, proqramlaşdırma dilləri, piktoqramlar, müxtəlif işarələr, məsələn, yol hərəkəti qaydaları, formal dildir. Hər hansısa yazılı heç nə yoxdur orada. Piyada keçidinin işarəsini görəndə biz artıq başa düşürük ki, o piyada keçidini nəzərdə tutur və ya başqa bir işarələr. Və ya hava durumuna baxırıq televiziyada. Hava durumunda görürük ki, işarələr var orada. Günəşli, yağışlı, buludlu və s. Onlar da formal dildə əks olunur əksində. Sonra, buradan danışmışıq, ölçü vahidlərinə baxmayacağıq. Artıq bunu görürəm ki, başa düşmüsünüz. Ölçü vahidlərinin hesablaması. Buraları keçək. Gələk ASCII və Unicode'a. ASCII-də hər bir simvol yaddaşda 1 byte yer tutur. Niyə belə deyirik? Baxın. Yenə praktik olaraq izah edim. Çünki bu mövzu bir növ praktikaya dayanır. Mən sizə ancaq nəzəriyyə desəm, təbii ki, %50'sini başa düşəcəksiniz, %50'sini də başa düşməyəcəksiniz. Hələ başa düşsəsə gedib qarışdıracaqsınız ayrı yerlərdə. Ona görə praktiki olaraq yanaşmaq daha məqsədə uyğundur bu bölmədə. Bu bölmədə say sistemlərdə bacardığım qədər praktiki əsaslarla sizə öyrətməyə çalışacağam bunu. ASCII kodlaşma nədir? Baxın, bir dənə text faylı açıram bura. Text faylımızı açdım. Adi bir yazma üçün faylımız ki. Daxil oluram bura.
Hərfləri görürsünüz uşaqlar, yoxsa uzaqdır? Bir dənə deyin mənə. Görünür. Görünür? Evet. Hə, yazdım burada məsələn salam sözü. Fikir verin, salam sözündə neçə dənə hərf var? 1, 2, 3, 4, 5. 5 dənə hərf var. Kompüter sistemi öz yaddaşına nə yazılırsa, hər bir mətin faylını ASCII olaraq qəbul edir. ASCII və Unicode yazı stillərinin kodlaşdırılması üçün istifadə olunan texnologiyalardır. Başqaları da var təbii ki, amma ən çox istifadə olunan ASCII və Unicode-dur. ASCII-də 210 qədər, yəni 1024 dənə kodlaşdırma var. Unicode-da isə 2 üstü nə qədər olmalıdır? Yekunda 65534 olmalıdır, səhv eləmirəmsə. Bu qədər kodlaşdırmanı özündə birləşdirir. Salam sözünü indi mən bura qeyd eləyirəm, yaddaşa yazıram. Baxın, yaddaşa yazdım. Daxil olanda həqiqətən salam sözü qarşıma çıxır. İndi burada proportion, özəlliklər bölmənin daxil olanda nə var? Boyut var. Yəni yaddaşın tutumu var. Gəlin bunu tam ola bilsin görsənməsin. Həm də yaxınlaşdırmaq üçün. Həm də şəkil olaraq əlavə edeyim. Şəkil olaraq da baxaq buna. Baxın, burada nə var? Həmin mənim yaddaşa yazdığım salam sözünün text faylının ölçüsü əks olunur. Yəni yaddaşda nə qədər yer tutur, onu mənə göstərmiş olur. Görürəm ki, nə qədər göstərilib? Boyut deyir. Yəni yaddaş nə qədər göstərilib? 5 bayt. Neçə dənə simvol daxil eləmişdim mən? Salam sözündə 5 dənə simvol daxil eləmişəm. S, A, L, A, M hərfləri. Və beləliklə başa düşürəm ki, hər bir simvol yaddaşda nə qədər yer tutmuş olur? 1 bayt yer tutmuş olacaq. Hər bir simvol yaddaşda 1 bayt yer tutur. Və biri də vururam simvolların sayına. Baxın, əslində dediyimiz o düsturun əsas məsələsi, əsas məntiqi buradan gəlir. Yəni əzbərləməyin, çalışdığınız qədər mahiyyəti başa düşün. İndi buradan qeyd edirəm, salam qeyd edirəm bura. Salam yazısı. Hər bir simvol ASCII ilə kodlaşdırılırsa, yaddaşda 1 bayt yerə bərabər olacaq. 1 bayt. Və beləliklə, salam sözündə 5 dənə simvol varsa, simvol sayı olacaq 5 simvol. Yaddaş 1 baytdırsa, Q-ni hesablayaq. Q olacaq həcm. Həcm həmişə bərabər olacaq. Əgər mətinimizin həcmini hesablayırıqsa, mətnin həcmini hesablayırıqsa, söhbət mətnindən gedir də. Text faylından gedir. Hesablayanda simvol vurulsun. Simvolu qısaca həmişə S-dən işarə eləyəcəm. Yadınızda saxlayın, S deyirəmsə simvoldur. Simbol vurulsun nədən? Yaddaşda tutulan həcmə, yəni i-yə. S vurulsun i-yə. i-də hər simvolun yaddaşa tutduğu həcmdir. Bu deməkdir. Hər simvolun yaddaşa tutduğu həcm də 1 baytdır. Neçə dənə simvol var? 5 dənə simvol var. S bərabərdir 5. Vurulsun. Yaddaşda həcm də 1 baytdır. Deməli, bu yaddaşda nə qədər yer tutacaq? 5 bayt. Həmin buradakı 5 baytın əsas elə hesablama qaydası buradan gəldi. Burada təbii ki, sadədir. Ona görə sizdə birbaşa olaraq elə salamı yazdım, 5 bayt çıxarıldı. Amma mən bura yazsaydım, indi eyniləşdirib bir dənə cədvəl strukturunda qursaydım və ya başqa formada qursaydım, deyək, kitab nümunəsi deyək də sizə. Kitabı nümunə yetirmək olar elə. Kitabı nümunə yetirəndə kitabda nə var? Gəlin burada bir dənə kitab üzərində nümunə götürüm sizə. Nə yazaq gəlsin bizə? Kitab yazısı yazsaq nə çıxar bizim üçün? Olsun bu. Olsun elə. Gedər hardasa. Bu görək səliqəlisə bunu götürək. Və ya bunu götürək, olsun bu. Biraz detallı görsənsin. Daha yaxşıdır. İndi baxın. Kitabımızı əlavə edirik bura. Bizim düsturumuz budur. Q bərabərdir S vurulsun i.
Təbii ki, düstura biz əlavə edəcəyik. Baxın, burada nə var uşaqlar? Burada sizcə nə ola bilər? Sətirlər var, sütunlar var, bir də bunların simvolların sayı var. Və hər simvolun yaddaşa tutduğu yer göstəriləcək təbii ki. Söhbət buradan getsin. Baxın, bu yazıdan getsin. Bunu belə dalğavarı işarələyirəm. Bir də bu şəkildə dalğavarı işarələyirəm. Biraz səliqə salındı ikincisi. Həm də fərqli bir rəngdə işarələyim. Tam görüntüyə. Bunu da işarələyək. Belə bir işarələyək. Burada sətirlər var və sütunlar var. Bilirik də sətir sütun nədir? Sətir belədir. Baxın, bu istiqamətə, soldan sağa doğru sətirlərdir. Aşağıdan yuxarıya doğru isə sütunlardan göstəriləcək. Oxlarla belə işarə olunur. Və burada nə var? Sətirlərin və sütunları hesablayırıq. Sətir və sütunda nə qədər element varsa. Bunları vururuq bir-birinə. Vururuq, sonra simvolların sayı. Məsələn, bu cümlədə nə qədər söz var? Məsələn, deyək ki, 256 dənə hərf var da. Belə götürək, təqribi olaraq götürürəm. Təbii ki, burada indi hamısını saymaya ehtiyac yoxdur. 256 dənə simvol var deyək. Simvolların sayı olsun, 256 simvol olsun. Sətirlər olsun. Neçə dənə sətir var, neçə dənə sütun var? Kitab olaraq götürsək deyək. Sətir, sütun, bir də səhifə sayı deyək. Sətirlərin sayı olsun 32 götürək də. İndi burada təbii ki, azdır. Amma bunu bir kitab kimi təsəvvür edin. Əsas yazı stilin görəsiniz deyə bunu yüklədim. 32 dənə deyək sətir olsun. Məsələn, 32 dənə sətir olsun. Sətir nə deməkdir? Soldan sağa doğru. Bir dənə kitabın səhifəsində bir dənə səhifə üçün nəzərdə tutulur bu. Bir dənə səhifəsində 256 dənə simvol var. Eləcə də bir dənə səhifəsində 32 dənə sətir var. Olsun 64 dənə də sütun. Sütunlar da dedik ki, yuxarıdan aşağıdır. Eyni zamanda səhifələrinin sayını da tapaq. Görək nə qədər səhifəsi var bu kitabın. Kitabın səhifəsinin sayı da olsun. 16 dənə də səhifəsi olsun. 16 dənə səhifəsi. Hamısının içinin qüvvəti şəklində yazdım ki, hesablayanı daha yaxşı başa düşəsiniz. Bunlar belə. Deməli, kitabın hər səhifəsində 256 dənə simvol, 32 dənə sətir, 64 dənə sütun və ümumi də 16 dənə səhifə var. Bunun həcmini tapanda təbii ki, hamısı bir-birinə vurulmalıdır. Hamısı bir-birinə. Və bir də qaldı əlifbanın gücünü hesablamaq. Əlifbanın gücünü hesablayanda, əgər sizə konkret olaraq məsələnin başında ASCII və Unicode deyirsə, ASCII deyirsə hər bir simvolu yaddaşda 1 bayt olaraq qəbul edib, bunların hamısını, bütün parametrləri 1 bayta vurursunuz. Unicode desə, bütün parametrləri yenə bir-birinə vurub, ən sonunda 2 bayta vurursunuz, Unicode desə. Amma sizə desək ki, əlifbanın gücü verilsə ayrıca ki, gəl bu əlifbanın gücünü mənə hesabla. Baxın, onda sizin istifadə etməli olduğunuz böyük M bərabərdir 2 üstü I düsturu var. Kitabın özündə də var, DİM-in vəsaiti var, 2023 buraxılışı qayda kitabı var ki, orada da bu düstur göstərilib, əlifbanın gücü. Orada biraz təbii ki, materiallar nə çoxdur, nə azdır. Əsasən çalışdıqları qədər uyğun bir materiallar qoyublar. Əksi hissələr də təbii ki, var. Amma yenə metodikadır. Metodik vəsaitdir. Görürük ki, böyük M bərabərdir 2 üstü I olaraq qeyd olunacaq. Burada düsturumuz budur. Böyük N-ə əlifbanın gücü, hərflərin ümumi sayı bu şəkildə qarşınıza çıxa bilər. Yəni, başa düşün ki, olacaq əlifbanın gücünü istəyəcək. Və həmişə düstur belə yazacaq. Böyük M bərabərdir 2 üstü I. Bu sadəcə mətinlərin hesablaması üçün istifadə olunur. Mətinlərdən danışırıq biz. Deyək ki, sizə ki, məsələn, əlifbanın gücü 256-dır. 256 əlifbanın gücü verirsə, uşaqlar, böyük M bərabərdir 256-ya bərabər edirsiniz. Bunu da 2-nin qüvvəti şəklində göstərirsiniz. Çünki düstur bizdən nəyi tələb edir? 2-nin qüvvəti şəklində göstərir. Edir 2 üstü 8. Deməli, I-miz nəyə bərabər imiş? Üstü qüvvət də I deməkdir. I-miz də bərabər 8-ə. Və həmişə I-mizin də qiyməti ölçü vahidi olacaq bit. Baxın, bayt yox ha, bit. Bit olacaq. Deməli, bərabər olacaq bu 8 bitə. 8 bitdir də çevirmək lazımdır bayta. Əgər çevirmə olursa 1 bayta çevirir.
Amma 7 bit, 6 bit, 5 bit alınıbsa elə bit olaraq qalsın. Vurma əməliyyatında sonra düz ixtisallara apararsınız. Belə çevirmək olursa çevirin təbii ki. Nə qədər böyük olsa o qədər işimiz rahat olur. Bir də kiçikdən böyüyə niyə gedək axı? 1 bayt olaraq göstərdik. Deməli, hər bir simvol yaddaşda nə qədər yer tutur? 1 bayt. Adi formada gətirib Q-nun yerinə qoyub bunları hesablamaq lazımdır. Yəni burada çətin bir məsələ yoxdur. Sadəcə olaraq praktika eləməlisiniz. Praktika eləməlisiniz ki, başa düşəsiniz. 256 dənə simvol var. 256-nı 2-nin qüvvəti şəklinə çevirək. Neçə edəcək? 2 üstü 8, düzdür? 32 dənə sətr var. 32-ni 2-nin qüvvəti şəklində göstərirəm. Olacaq 2 üstü 5. Sonra nə demişəm? 64 dənə sütun var. 64 sütunu da çevirirəm 2 üstü 6-ya. 2 üstü 6 şəklində göstərmək lazımdır. Sonra nə qədər səhifə var? 16 dənə səhifə, yəni 2 üstü 4. Bunu da vururam neçəyə? 1 bayta. Yəni bizim ümumi simvollarımızın nə qədərdirsə hər simvolun yaddaşa tutduğu yerə. Bu 256 simvoldur. Amma hər simvol yaddaşda nə qədər yer tutur? 8 bit, yəni 1 bayt. Əlifbanın gücündən bunu hesabladıq. Vururuq 1 bayta. İstəsəniz biri yazın, istəsəniz yox. Əsas baytı və ya bitdirsə biti bura qeyd eləməlisiniz. 2 üstü 8, 2 üstü 5, 2 üstü 13, o da 6. 2 üstü 19, 4, 2 üstü 23 neçəyə bərabərdir? 2 üstü 23 bayta bərabərdir. Bunu rahatlıqla nəyə çevirmək olar? Kilobayta çevirmək olar, megabayta da. Megabayta çevirəndə 2 üstü 3 qalır, düzdürmü? Bayt, kilobayt, megabayt, bəli. 2 üstü 3 megabayt qalır. Yəni, ümumi bu yaddaşda 8 megabayt yer tutacaq. Həqiqətən biz kompüterin yaddaşında da belə bir kitab təyin etsək, 256 simvoldan, 32 sətirdən, 64 sütundan, 16 səhifədən və hər biri yaddaşda 256 simvol əlifba ilə kodlaşdırılıb, yəni 1 bayt ümumi yerlə kodlaşdırılıbsa, onun həmin o yaddaş hissəsinə baxanda, proportion hissəsinə baxanda, baxın bura, haradaydı bayaq şəklimiz? Buradakı proportion hissəsinə baxanda siz artıq 8 megabaytla qarşılaşmış olacaqsınız. Baxın burada. 8 megabayt. Bu belədir. Yəni bu boş-boşuna deyil də. Bu %100 sizə hesablama qaydasıdır ki, hesablanıb bu şəkildə alınır. Hər hansı bir nəzəri deyil bu. Praktiki olaraq da qursaq biz belə bir dənə kitab təyin etsək, bizim yaddaşımız 8 megabayt olaraq veriləcək. %100. Bu belədir. Əgər bütün məlumatlar doğru şəkildə əks olunubsa. Bu bizim mətinlərimizin hesablanmasıdır. Mətinlər belə hesablanmış olur. Böyük n bərabər 2 üstü əlifbanın gücünün düsturudur. Buradan biz hər simvolun yaddaşa tutduğu yerini müəyyən edirik ilə və verilmiş parametrlərdə qoyuruq. Bir də var digər hissə. Digər məsələ nədir? Qrafiklərin yaddaşa tutduğu yer, yəni şəkillərin yaddaşa tutduğu yer, həcmlərinin hesablanmasıdır. Birinci növbədə sual verim sizə. Görün, buradan sualınız varmı mətinlərdən? Sonra keçək qrafiklərə. Xeyr, müəllim. Digərlərində yoxdur. Onda keçək biz nəyə? Qrafiklərə. Baxın, bunu belə deyim sizə. Yenə bir dənə Chrome-da bir şəkil yükləyək. Məsələn, bənzərə. Mənzərə rəsmi. Hatta bura. Gəlsin bir dənə foto götürək. İstənilən bir dənə foto. Müəllim, atdığınız PDF-də bu düsturlar olacaq. Hansı PDF-i? Bunun qayda PDF-sini. Hə, qayda PDF-ni atacağam. Video izah da göndərəcəm zaten. Video izah alıram hazırda, göndərəcəm sizin qrupa. İndi baxın, burada bir dənə şəklimiz var. Biz bu şəkil üzrə bu şəklin yaddaşda nə qədər yer tutduğunu müəyyən edə bilirik. Necə müəyyən edirik? Məsələn, təsəvvür eləyin ki, burada eninə doğru, məsələn deyirəm, 512 dənə enə doğru pikselləri var.
uzunluğuna doğru da 128 dənə piksel var. Məsələn deyirəm. Şəklin eni və uzunluğu 200 512-nin 128-ədir belə deyək. Nə verilib deməli bizə? Eni və uzunluğu, yəni ölçüləri 512, həmişə belə veriləcək baxın. 500 vurulsun veriləcək arada. 512-nin 128-ə. Məsələn belədir. Ola bilər 64-ün 128 və sair də ola bilər. Burada müxtəlif qiymətlər olar. Statik bir qiymət deyil, dəyişkəndir. Hər bir şəklə fotoya uyğun olaraq dəyişilir bu parametrlər. 512-nin 128-i ölçülərində verilib. Yazıram qarşısına ölçü bərabərdir. Sonra deyirik ki, başqa nə kimi parametrlər ola bilər? Başqa şəklin hər pikselinin yaddaşa tutduğu yer. Bu da eyni formada, bayaq biz əlifba demişdik ya, hər bir simvol yaddaşda yer tutur. Burada da şəkillər piksellərdən təşkil olunur. Bilmirəm məlumatınız var yoxsa yox. Məsələn, kompüterin hissəsi var, kompüterin özündə. Monitorda deməli ekrana əks ediləndə orada piksellər olur ki, həmin piksellər vasitəsilə görüntü əks olunur. Və ya fotoda, hər hansısa bir qrafikdə piksellər olur. Həmin piksellər kiçik hissələrdən ibarətdir. O pikselləri sizə göstərim daha yaxından. Elə burada göstərmək olar. Fikir verin, fotoya yaxınlaşanda foto görürük bu şəkildə daha keyfiyyətsiz hala gəlir. Bunun keyfiyyətsiz hala gəlməsinin səbəbi bunun raster qrafikasından çəkilməyi olub. İndi raster vektordan danışacağıq əlavədən. Görürük keyfiyyətsiz bir hala gəlir. Burada pikselləşmə əmələ gələcək. Daha yaxından edək. Hətta burada baxın. Bir dənə belə cızma qara aparaq özümüz üçün. Yaxınlaşaq. Haradaydı? Baxın. Yaxınlaşa. Görürsünüz belə kublar əmələ gəlməyə başlayır. Həmin kublar olacaq piksellər. Piksellər kiçik nöqtələrdir. Baxın, belə kiçik nöqtələrdir. Və həmin piksellər bizim şəklimizin əmələ gəlməsində istifadə olunur. Hər bir piksel də yaddaşda müəyyən bir yer tutur. Yaddaşda müəyyən bir kiçik sahə tutur ki, sonda onların ölçüləri neçədən neçəyədirsə, bizim nümunədə 512-nin 256-ya vermişik. 512-nin 256-ya və ona uyğun olaraq da yaddaşda müəyyən bir yerə malik olmuş olacaq. Və bunu hardan müəyyənləşdirəcəyik? Rəng dərinliyi dediyimiz qavram var. Rəng dərinliyi. Rəng dərinliyi kiçik n hərfi ilə işarə olunur. Latın dilində kiçik n hərfi ilə. Qarşısına yazıram kiçik n. Bərabərdir. Rəng dərinliyini hardan tapmaq olur? Palitrada olan rənglərin sayından. Burada da belə bir düsturumuz var. Böyük N bərabərdir 2 üstü N. Böyük N palitrada olan rənglərin sayı. Palitrada olan maksimal rənglərin sayı. Rənglərin ümumi sayı. Və sair kimi belə yazılışlarla qarşılaşmış olacaqsınız. Rəng çalarlarının sayı və s. Nələrdən söhbət gedəcək? Rəng çalarları, palitradakı rənglərin ümumi sayı, maksimal sayı, rəngdəki ümumi say. Bunların hamısı bizə böyük N-i istəyir. Deyir ki, böyük N-in deməli ona bərabərdir dediyi qiymətə. Məsələn, misalda desin ki, palitradakı rənglərin sayı 256-dır. Palitradakı rənglərin sayı 256-dırsa, deməli mənim böyük N-im 256 imiş. Böyük N-im nə imiş? 256. Və böyük N bərabərdir 2 üstü N düsturunu aparıb yerinə qoysam, deməli rəng dərinliyim nəyə bərabər olacaq? Təbii ki, burada da 2-nin qüvvəti şəklində daim göstərilməlidir, çünki düstur elədir. Kiçik N bərabər 8-ə. Çünki 2 üstü 8 256 eləyir də. 8 də nə olacaq? Bit. Yadınızda saxlayın ki, bit olaraq işarə eləmək lazımdır. 8 bit. Buradan bunu artıq müəyyənləşdirdik biz. 8 bit. Deməli, rəng dərinliyimiz, yəni kiçik N-imiz bərabər 8 bitə. Bunu da müəyyən etdik. Sonra nə kimi parametr ola bilər? Ölçüləri ola bilər. Piksellər ola bilər. Piksellərin yaddaşa tutduğu yer ola bilər. Buna uyğun olaraq biz asanlıqla müəyyən edə bilərik ki, verilmiş şəklimiz yaddaşda nə qədər yer tutur.
Gətirib Q-nin düsturunu qoyuruq yerinə. Q-nin düsturu Q bərabərdir. Ölçülər vurulsun. Ölçü neçədir? 512-nin 128-ədir. 512 2 üstü 9 deməkdir. Vurulsun neçə? 128, yəni 2 üstü 7. Bu da vurulsun 8 bitə. 8 bitə vurmuyum. Bu 8 biti bayta çevirim də, elə 1 bayt olsun. Vurulsun, yəni 1 bayta. Neçə edəcək? 2 üstü 9 vurulsun 2 üstü 7, 2 üstü 16 bayt. Bunu da çevirmək olar kilobayta. Edəcək 2 üstü 6, yəni 64 kilobayt. Mən beləliklə müəyyən etdim ki, verilmiş şəklimiz yaddaşda 64 kilobaytda bir yer tutur. Həqiqətən biz bu şəkili indi bura qoymuşam da, görürük. Ordubad mənzərə və sonda JPG uzantılı bir şəklimiz var. Bunun gəlib yaddaşına baxsaq, fikir verin. Proportion bölməsinə daxil olaq və daha yaxşı görün deyə yenə şəkli götürüm əlavədən. Şəkil üzərində baxaq. Baxın, həmin mənzərə şəklimizi yükləmişdik Chrome-dan. Yaddaşı nə qədər verib? 381 kilobayt. Hətta qarşısına megabayt da verib. 390.251 megabayt olaraq. Görürük ki, uşaqlar, bu nə deməkdir? Bu o deməkdir ki, bizim faylımızın pikselləri, fayl deməyək daha doğrusu, şəklimizin pikselləri neçədən neçəyədirsə, ölçülər də hətta yazılmalıdır orada. Ölçülər də təbii ki, yazılmalıdır. Proportion bölümünə daxil olanda ayrıntılar hissəsinə baxın. Baxın, indi gəlin bunu hesablayaq. Görək, nə var burada? Fikir verin. Buradakı məlumatlarla da artıq biz özümüz də hesablaya bilərik hətta. Özümüz də nəyi hesablaya bilərik? Diqqət edin. Bu bizim birinci hissəmiz olsun. Bura qoyaq. Bu da ikinci hissəmiz. Fikir verək indi. Bunu böyüdüm. Şəklimizin boyutu, yəni ölçüləri neçədən neçəyədir? 554-ün 314-dədir. 554-ün 314-dədir. Deməli, Q bərabər düsturunu yazıram. Yəni, həcmini hesabla. Həcmi nə qədər verilib? 554 vurulsun 314. Deməli, 554-ü vurub 314-də, 554 vurub 314-də. İndi vururuq. Nəyə vurmaq lazımdır əlavədən? Bit dərinliyi. Bit dərinliyi, yəni bizim rəng dərinliyi deməkdir. Burada türkcə bit dərinliyi gedir. Bizdə isə rəng dərinliyi deyilir. Rəng dərinliyi 32 verilib. Fikir verin. 32. Bit dərinliyi deyəndə burada bir dəqiqə 32 bit elə tutar yaddaşda. Yoxsa rənglərin maksimal sayını deyir. 385 kilobayt olsa 554. Həm, böyük ehtimal ki, elədir. Rəng dərinliyidir. Elə rəng dərinliyi verir. Proportion bölümü birbaşa rəng dərinliyi verir. Deməli, bu nəymiş? Bu şəkildə bir qiymət alınmış. Rəng dərinliyi nəyə bərabərdir? Rəng dərinliyi, yəni kiçik enimiz bərabərdir 32-yə. Kiçik enimiz bərabərdir 32-yə. Yəni 32 bitə. 32 biti də çevirəndə 4 bayta çevirmək olar da, özümüzü yormayaq. 4 bayt. Deməli, bunu da vurub 4 bayta. Bunları vuranda 554-ü vurub 314-ə, hər pikseldə yaddaşda 4 bayt yer tutduğuna görə vuranda yekunda bizdə 334 kilobayt, səhv eləmirəmsə 334 kilobayt idi. 334 kilobaytlıq bir qiymət alacaq. 334 kilobayt. Burada da verilmiş parametrlərin hamısı riyazi olaraq hesablanıb və tapılıb. Görürük ki, şəkilləri tapanda, şəkildə əsas bizim tapmalı olduğumuz hissə piksellərdir. Piksellər, yəni enlə və uzunluğa yerləşən piksellərin sayı və onların hər birinin, sadəcə birinin, təkinin yaddaşda tutduğu yer. Bunlar vurularaq tapılır. İndi sizə bir dənə sual verim, içinizdən biri tapsa mükafatı qazansın. Baxın, rəng dərinliyi 32 bitdirsə, böyük enimiz nəyə bərabərdir? Ne deməli? Rəng dərinliyi 32 bitdir. Böyük enimiz nəyə bərabərdir? Böyük en, yəni rənglərin maksimal sayı. Nəyə? 5, 5. 5? Bilmem. Yo. 32'ymiş Emre.
rəng dərinliyi nədir? Kiçik n, düzdür? Bəli, Rəng 5-dir. 232. 232, bəli. Niyə 232? Maksimal olduğu için bizler 200 de endi. En de orada 32 olduğuna göre. Bəli, düsturumuz 2 n-dir və mənim də sualım bu idi ki, böyük n-im. Sonra dedim ki, rənglərin maksimal sayı, rəng çalarlarının sayı və s. Mən demişdim ki, bayaq, rənglərin maksimal sayı, rəng çalarlarının sayı, ümumi paletrada olan rənglərin sayı, bu kimi sizdə testlər, yəni əsəbləşdirəcəksiniz sizi. Hər dəfə belə terminlər atacaq ortaya. Başa düşün ki, bu böyük n deməkdir, bir növ. Orada nə deyir desin? Böyük n deyir. Böyük n-imiz nəticədə tapacağıq. Əgər kiçik n-imiz rəng dərinliyi 32 bitdirsə, 32 bitdir. Bax, baytı götürüb qoymursunuz ha. Demirsiniz 2/4-dür. 2/4 ola bilməz. 2/4 burada bayta çevirmişik ki, 4 olub. Bunu bit olaraq götürdük. Çünki çıxışda da götürəndə n-in qiymətini bit olaraq qəbul edirdim axı. Neçəsə, məsələn x bit, bilmirəm neçə bitdirsə, x bit yazıram. Burada da gəlib durun yerinə qoyanda 232 olaraq qəbul edirik. Buradan da bu şəkildə yazmış oluruq. Görün sualınız varmı? Evet. Yoxdur mənim. Onda keçək indi hara baxaq. Raster qrafikası, piksellərdən danışdıq. Dedik piksellər bu şəkildədir. Raster və vektor qrafikasına keçək. Raster və vektor qrafikası nədir? Baxın, raster məsəl üçün Paint proqramı rasterla hazırlanır. Paint proqramı rasterlandır. Adobe Photoshop rasterdir. Ümumiyyətlə rahat yadınızda saxlamaq üçün Paint ailəsinə aid bütün proqramlar rasterə aiddir. Paint, PaintNet, Corel Painter, Corel Photo Paint, Tux Paint, sonra StarOffice proqramıdır, Adobe Photoshopdur. Bunlar raster qrafikasına aid proqramlardır. Raster qrafikasına aid proqramların üstün və mənfi cəhətləri var. Üstün cəhətlər zaten yazıldığı kimi yüksək dəqiqlik və mürəkkəbli şəkil yaratmaq olur. Məsələn, siz portret hazırlayırsınızsa, öz şəklinizi deyək ki, editləyirsiz də, fotomontaj eləyirsinizsə, bunu etdiyiniz montaj proqramları raster qrafikası ilə çalışır. Şəkilləriniz daha dəqiq, daha gerçəkçi olur. Və bu zaman yüksək dəqiqlik və mürəkkəb təsvirlər yarada bilirsiniz. Öz şəklinizi istəsəz daha yaxşı montajlasınız, daha keyfiyyətli bir şəkildirsə 4K, 8K və ya 1080p bu şəkildə fotomontaj eləmə üstünlüyünüz var. Sonra da geniş yayılıb, əlavə bir üstünlük geniş yayılıb. Çünki raster proqramları tapmaq daha əlçatandır. Əlçatan demək, yəni daha rahat tapılır, daha istifadəçi üçün rahatdır. Çatışmayan cəhətləri isə yaddaşda çox yer tutur. Birincisi budur. Yaddaşda çox yer tutur. Çünki nə qədər dəqiq olsa bir parametr, məntiqlə düşünün. Nə qədər dəqiq olarsa, o qədər də yaddaşda çox yer tutacaq. Deməli, incə detalları çoxdur. Loru dildə desək, xırda məsələləri çoxdur, belə deyək. Sonra təsvirin miqyasını böyütdükcə keyfiyyət azalır. Baxın, bunu bayaq etdik. Fikir verin, bura dediyim kimi rasterdir. Paint proqramıdır, Paint'in ara üzüdür. Və mən yaxınlaşdırsam əgər, baxın, görün, mənim yazdığım yazılar nə qədər keyfiyyətsiz hala düşür. Keyfiyyət azalmağa başlayacaq. Rənglər daha da bulanıq şəkildə göstərəcək mənə. Keyfiyyətsiz şəkildə göstərəcək. Bu bizim rasterın ən pis cəhətlərindən biridir. Bunu öz telefonunuzdan da müşahidə edə bilərsiniz. Bir şəklinizi götürün məsələn. Şəklinizə daxil olanda siz nə qədər yaxınlaşdırsanız, görəcəksiniz şəkil daha az keyfiyyətlə qarşınıza çıxır. Keyfiyyət azalır. Miqyası böyütmək, yəni şəkli yaxınlaşdırmaq deməkdir, zoom etmək deməkdir. Zoom etdikcə şəklinizin keyfiyyəti azalacaq. Bu, deməli, raster qrafikasının çatışmayan cəhətlərindən biridir. Sonra, raster qrafikasında deməli, nə var? Başqa nələr qeyd olunub burada? Qeyd olunan, olunmayanlardan danışaq.
Hə, formatları var. Raster qrafikasının belə formatları var. BMP forması var, JPG formatı var, GIF formatı var, PNG formatı var və TIFF formatı var. Bunlar raster qrafikasının formatlarıdır, əks olunur. Bunun PDF variantını zaten sizə əlavə olaraq da göndərəcəm. Baxacaqsınız oradan. Çözümlülük haqqında çözümlülük piksellərin sayıdır. Yəni görüntünün ölçüsündə eni və uzunluğu olan piksellərdir. Bayaq yazmışdıq. Dedik ki, deməli şəkil verilib bizə 250 512-nin 128-dədir. Bu çözünürlüyüdür. Yəni piksellərin ümumi sayıdır. Eni və uzunluğa piksellərin ölçüsüdür. İndi baxırıq nəyə? Vektor qrafikasına. Vektor qrafikasında vəziyyət necədir? Vektor qrafikası əsasən çertiyoj məsələləridir, planlama məsələləridir. Bunlarda istifadə olunan bir texnologiyadır. Məsələn, siz bir dənə evin deyək ki, layihənin çertiyojunu qurursunuz. Layihələndirmə işini görürsünüz. Bu evi belə hazırlayacaq. Bura mətbəx otağıdır, bura digər otaqlardır və s. Bunun 3D modelini hazırlayırsınız. 3D modeli yəni həmin şəkli 3D formatında hazırlamaqdır. Bu olacaq vektor qrafikası ilə. Vektor qrafikasına siz gedib də öz şəklinizi montaj etməyəcəksiniz. Məsəl üçün başqa məsələləri montaj edəcəksiniz. Layihələndirmə məsələlərindir, 3D şəkillərdir və s. Bunun istifadə etdiyi proqramlar Corel Drive, Adobe Illustrator, Adobe Freehand, OpenOffice, OrgDrive. Bu proqramlar var. Zaten adı üstünə proqramların sonuna baxın drift, yəni çəkmək deməkdir ingiliscə mənası. Şəkil çəkmək. Bu şəkildə sonlar tələffüz olunur. Əsasən şəkil çəkməyə, qeyd aparmağa, layihələndirməyə əsaslanan proqram təminatları burada özünü əksini tapır. Bunun əsas üstün cəhətlərindən biri təsvirin miqyasını artıranda, məsələn, rasterdan fərqli olaraq nə qədər zoom etsək şəklin keyfiyyəti itmir. Rasterda öz şəklinizi gedib yoxlayarsınız yenidən evdə. Şəkli nə qədər yaxınlaşdığında keyfiyyət itir, amma vektorda isə keyfiyyət itmir. Keyfiyyət olduğu kimi qalır. Sonra raster təsvirlərə görə yaddaşda daha az yer tutur. Bir də asanlıqla raster formatına keçmək olur. Çatışmayan cəhətləri isə mürəkkəb şəkilləri vektorla çəkmək olmur. Mürəkkəb məsələn siz dəqiqliklə bir dənə portreti ora çəkib hazırlaya bilmərsiniz. Öz şəklinizi vektorla edə bilmərsiniz. Çünki vektor əsasən xəttə əsaslanan bir texnologiyadır. Onun üçün bu onun işinə yaramır. Sonra vektorda başqa nə danışmaq olar? Elə bu qədər. Vektordan bunları demək olar. Sonda var kompüter qrafikasının tətbiq sahələri. Bunu özünüz də baxa bilərsiniz. Kompüter qrafikasının elmi qrafika, işgüzar qrafika, konstruktor, obrazların tanınması, təsviri incəsənət və virtual reallıq deyə tətbiq sahələri var. Sonda nə var burada? Deyir rəng dərinliyi. Bunun haqqında danışdıq sizinlə. Qrafik faylının həcminin tapılması, yəni şəklin. Qrafik fayl deyəndə qrafik fayllar həmişə yadınızda saxlayın. Şəkildən söhbət edin. Sizdən harca test toplusundan və suallarda işləyəndə qəbulda da bunun haqqında suallar düşmüşdü. Deyirdi, hansı qrafik faylın formatlarıdırsa onların ölçüsünü tap. Müəyyən fayllar verdi. Məsələn, JPG verirdi 86 kilobayt. Sonra oradan verirdi Word faylının uzantısı, deməli doc verirdi 2 megabayt. Hansılar qrafikdirsə onları topla. Təbii ki, biz doca baxmayacağıq. O Word faylının uzantısıdır. JPG-dir, PNG-dir, GIF-dir. Bu formatlara baxacağıq. Bunlar qrafik faylının formatlarıdır. Yəni qrafik foto şəkil deməkdir. Bunların formatlarını göstərəcək. İndi baxırıq burada nələrimiz var. Ağ-qara təsvirlərimiz var. RGB var, JMYK var. Sonra da high color var. Ümumiyyətlə sizə belə deyim. Ağ-qara təsvirlər adi. Məsələn, siz gedirsiniz printerdə bir ağ-qara təsvir çap eləyirsiniz. Ağ və qara formatda olur yazılar. Hər hansısa bir rəngdən istifadə olunur. Ağ-qara təsvirdə 256 rəng çaları var və burada hər bir təsvir öz növbəsində bir bitdə yaddaşda yer tutacaq. RGB-də necə olacaq? RGB-də
RGB-nin açısı red, green, blue deməkdir. Yəni qırmızı, yaşıl və mavi mənasını verir. RGB-yə əsasən hər bir nöqtə, hər bir pikselin hər bir nöqtəsi yaddaşda 24 bit, yəni 3 bayt yer tutacaq. Baxın budur. Sizə bayaq demişdik. Piksellərin sayını tapanda. Piksellər nə idi? Rəng dərinliyi idi də. Kiçik enimiz bərabərdir. Kiçik enimiz əgər sizdə məsələdə desək RGB ilə yazılıbsa, CMYK ilə yazılıbsa, True Color ilə yazılıbsa və ya ağ-qara yazılıbsa, siz nə etməlisiniz? Təbii ki, hər bir pikselin artıq yaddaşını buna uyğun müəyyənləşdirəcəksiniz. Əgər şəkil RGB ilə yazılıbsa, RGB ilə hazırlanıbsa, bu zaman hər bir rəng dərinliyi bərabər olacaq 24 bitə. Yəni öz növbəsində bərabər olacaq 3 bayta. Artıq n-in yerinə 3 bayt qoyub hesablaya bilərsiniz siz. Bu belədir. Amma bu olmasa, ya deyəcək ASCII Unicode, üzr istəyirəm, ASCII Unicode burada deyil, mətinlərdədir. Ya bunu deyəcək ki, bu 4 texnologiyanın biri ilə hazırlanıb, ya ağ-qara, ya True Color, ya RGB, ya CMYK. Ya da deyəcək ki, palitrada maksimal rənglərin sayı, yəni böyük M bu qədərdir. Siz gedib oradan rəng dərinliyini tapacaqsınız 2/n düsturu ilə. İkisindən biri ilə. RGB-də olacaq 24 bit, yəni 3 bayt. CMYK-da olacaq 32 bit, yəni 4 bayt. CMYK-da olacaq nə qədər? CMYK-da 32 bit olacaq. Hər bir pikselin sayı. Ölçüsü. Yəni 4 bayta bərabər olur yekunda. CMYK-da vəziyyət belədir. High Color-da baxaq. High Color-da isə hər bir simvol yaddaşda, yəni simvol deyək, piksel daha doğrusu, piksel yaddaşda 16 bit, yəni 2 baytlıq bir yer tutmuş olur. 16 bitdə 2 bayt. Əgər sizə desək ki, məsələdir ki, belə bir şəkil var. Şəkil 256-nın 256 ölçüsündədir və True Color rənglənməsi ilə deməli piksellər rənglənib. Şəklin ölçüsünü tapın. 256-nı 256-ya vuracaqsınız. Yəni 2/8, 2/8-ə vuranda 2/16 eləyir. Bunu da vuracaqsınız True Color-a, yəni 16 bit. Biti də bayta çevirəndə 2/1 bayt. Bu deməli sizə verəcək 2/17 bayt. Buradan tapacaqsınız 2/7 kilobayt, yəni 128 kilobaytdır. Deməli bu şəklin həcmi. Beləliklə sürətlə hesablaya bilərsiniz. Mahiyyətini tutandan sonra sadədir. Bura belə. Sonra nə var? Nə var? Digər. Nə qaldı orada? CMYK-nı da dedik. CMYK-da High Color dedik. Ağ-qara belə 1 bit yer tutur. RGB 24 bit, yəni 3 bayt yer tutur. CMYK 32 bit, yəni 4 bayt yer tutur. High Color 16 bit, yəni 2 bayt yer tutmuş olacaq. Bura qədər görün sualınız varmı? Keçək digər hissəsinə. Yoxdur mən. Keçirik sonra analog məsələsi var. Səs, video görüntünün tapılması məsələləri. Buranı da izahını verim sizə. Deməli hardadır? Baxın. Səs var və görüntü var. Bu məsələlər bir-birindən fərqlənəcək təbii ki. Yeni səhifə açaq. Biri var rəqəmsal, biri də var analog. Rəqəmsal, bir də var analog. Buna kəsilməz və kəsilən də informasiya deyirlər. Analog. Rəqəmsal nədir? Kompüterin başa düşdüyü dildir. Kompüter yadınızda saxlayın, ikilik say sistemi ilə çalışır. Ya 1, ya da 0. Deyəcək ki, ya əmri yerinə yetir, ya da əmri yerinə yetirmə. Kompüterin əsas bildiyi bir dənə budur. İkilik say sistemi. Ya 1-i tanıyır, ya 0-ı tanıyır. Artıq bu bizim bildiyimiz onluq say sistemidir. Götürüb nə bilim, biz 16-nı deyək ki, burada 16 fikir verin. Mən bura axtarış yerinə deyək hər hansısa bir nəsə yazıram, A hərfi. Məsələn yazacağam nə? PDF yazıram. PDF yazanda burada bu PDF hərflərini tanımır axı. Bu bunu ikilik say sistemində başa düşür.
Bu burada PDF hərflərin, PDF hərflərini tanıyıb mənə bu PDF-ləri göstərmir təbii ki. Onun başa düşdüyü dil sadəcə ikilik say sistemidir. Yəni oradakı hər bir hərf A hərfindən tutmuş Z hərfinə qədər rəqəmlər, simvollar hamısı ikilik say sisteminə kodlaşdırılıb. Onların kodlaşdırılması da ASCII cədvəlində var. O cədvəli indi sizə maraqlı olarsa araşdıra bilərsiniz. ASCII cədvəlində. ASCII cədvəlində hər bir element müxtəlif kodla əks olunub. Tapsam göndərərəm sizə qrupunuza da baxarsınız. Maraqlı cədvəldir. Hər bir simvol, hərf, rəqəm müəyyən bir kodla kodlaşdırılıb. Məsələn deyirəm, A hərfinin kodu kompüterin yaddaşında 1 0 0 0 0 0 0 1 2 3 4 5 6 7 8 0 0 0 0 0 0 0 8 dənə 0 olacaq. Bu şəkildə. Çünki ASCII yaddaşda hər bir simvol yaddaşda 1 bayt yer tutmalıdır. A hərfinin özü bir dənə simvoldur. A-nın özü bir dənə simvoldur. A-nın özü bir dənə simvol olduğuna görə bu 8 dənə ikilik say sisteminin rəqəmləri ilə kodlaşmalıdır. Və test toplusunda bayaq deyəsən Gülcandan idi sual. Belə bir sual var. Deyirdi 1 0 0 bu ASCII ilə kodlaşdırıbsa burada neçə dənə simvol ola bilər? Ayırdıq hamısı 8 8. Baxın bu buradan gəlir. Çünki hər bir 1 və hər bir 1 və ya 0. 1 və ya 0 yaddaşda bərabər olacaq 1 bitə. 1 bit yaddaşda yer tutmuş olacaq. Ona görə bu belə hesablanır. İkilik say sisteminə baxanda hərəsi yaddaşda 1 bit yer tutacaq. Hamısı bir-birinə əlaqəlidir. Tam başa düşsəz, həqiqətən siz qəbulda çox yaxşı bir bal yığacaqsınız. Buna inanıram. Əsas odur ki, bu əlaqələri başa düşün. Bacardığım qədər də başa salmağa çalışıram. İnşallah ki, yaxşı izah edirəm. 1 və ya 0 deyə bura yazdıq. Bu da olacaq, deməli 1 bit şəklində. A hərfini dedik bu şəkildə məsələn kodlaşdırılır. Deməli kompüter bunu nə cür başa düşəcək? İkilik say sistemində başa düşəcək. Amma biz insanlar bunu rəqəmsal deyil də analoq kimi anlayırıq. Analoq kimi. Analoq bizim danışdığımız dil, şifahi dildir, yazılı dilimizdir, analoqdur. Nəticədə rəqəmsal olaraq bunu kompüterin başa düşməsi üçün burada bir çevrilmə əməliyyatı getməlidir. Çevirməyi ingiliscə converter demək mənası. Converter çevirmə deməkdir və ingiliscə əgər biz rəqəmsaldan analoqa çeviririksə və ya analoqdan rəqəmsala çevirək. Məsələn, mən bura daxil olub salam yazdığım halda kompüter bunu əslində salam olaraq başa düşməyəcək. Nəticədə bunu analoq olaraq qəbul edəcək, amma analoqu başa düşmədiyi üçün kompilyatorlar var onun daxilində. Translatorlar və kompilyatorlar. Kompilyatorlar onu rəqəmsal sistemə çevirməlidir. Bu zaman analoq çevriləcək rəqəmsala. Olacaq ARK prosesi. Yəni analoq rəqəmsal konverter. Analoq rəqəmsal konverter analoqu rəqəmsala çevirmək deməkdir. Analoqu rəqəmsala çevir əmri verir. Nəticədə mənim yazdığım informasiya rəqəmsala çevrilir və kompüter bunu rəqəmsal olaraq anlaya bilir. Amma rəqəmsaldan analoqa çevirəndə isə rəqəmsal analoq konverter prosesi həyata keçirilir. Məsələn, bu dəqiqə bizim elə bu cari zamanda etdiyimizdir. Bu zaman ərzində etdiyimizdir. Məsələn, mən burada Google Meet-ə daxil oluram. Burada informasiyanı ötürürəm. Mənim mikrofonum deməli nə imiş? Mikrofonum rəqəmsalı qəbul edir və bunu, daha doğrusu üzr istəyirəm, analoq qəbul edir. Mənim dediyim sözləri qəbul edir mikrofonum və bunu rəqəmsala çevirir. Rəqəmsala çevirərək verir kompüterə. Kompüter bunu ikilik kodlarla başa düşür mənim dediklərimi, anlayır və bunu rabitə kanalı boyunca ötürür sizin olduğunuz bölgələrə. Hazırda böyük ehtimaldır hərəniz başqa bölgələrdə dərsə qoşulursunuz. Həmin bölgələrə ötürülür və ötürülən məlumat, informasiya sizin hazırda harda dərsi dinləyirsinizsə, telefonda, kompüterdə, planşetdə və s. müxtəlif bir cihaz olsun.
həmin cihaza ötürür. Həmin cihaz səsçaldırıcılar vasitəsilə, deyək siz bunu dinləyirsinizsə, qəbul edir rəqəmsal informasiyanı, bilir ki, siz rəqəmsalı başa düşmürsünüz, nəticədə bunu çevirir analoqa, yəni ikinci prosesə, rəqəmsal analog konverter və normal formada siz artıq dərsi dinləyə biləcəksiniz. Bu proses tam olaraq belə həyata keçirilir. Mən ARK prosesi ilə sizə informasiyanı ötürürəm analoq rəqəmsal konverterlə. Rəqəmsaldan rəqəmsala məlumat daşınır. Yəni kompüterdən kompüterə, telefondan telefona və s. kompüterdən telefona, yəni müəyyən bir cihazdan cihaza belə deyək, məlumat daşınır. Sonra məlumat gələndən sonra sizin başa düşməniz üçün rəqəmsaldan eyni zamanda bu informasiya analoqa çevrilir. Analoqa çevrilir və siz artıq bunu dinləyə bilirsiniz. Müxtəlif cihazlarımız var ki, onlar da zaten rəqəmsaldan analoqa, analoqdan rəqəmsala çevrilməkdə bizə kömək olur. O da zaten PDF-in özündə də var. Əlavə olaraq da nəzəriyyələrdə var. Bir də üzərində dayanmayaq. Bu proses tam olaraq belə həyata keçirilir. Sonra burada hertzlərlə hesablama əməliyyatları var, kadrlar var. Videonun nə idi? Videonun həcminin hesablaması. Biz şəklin həcmini hesabladıq bayaq uşaqlar. Dedik ki, müəyyən bir şəkil var. Pikselləri vururuq ölçülərinə, hər bir pikselin yaddaşda tutduğu yerə, yəni rənglərinə, sonra burada küyünü tapırıq. Bir də videonun yaddaşda tutduğu yeri hesablamaq mümkündür. Videonu da yaddaşda tutanda kadrlar deyilən bir dənə termin var. Nədir kadr? Bilmirəm araşdırmısınız yoxsa yox. Əslində video deyilən bir texnologiya yoxdur. Yəni nə deməkdir bu? Deyək ki, siz bir video izləyirsiniz. Əslində o video niyə baş verir? Müəyyən bir şəkillərin birləşməsindən, saniyə ərzində kadraja girməsindən, girib də birləşməsindən siz video olaraq onu izləyə bilirsiniz. Məsələn, kadrın sürəti nə qədər az olsa, videoda o qədər keyfiyyətsizlik baş verəcək. Yəni video axıcı şəkildə getməyəcək. Əgər kadrın sürəti 120 olsa, 120 kadr böl saniyə olarsa, deməli, saniyə ərzində 120 dənə şəkil hərəkət eləyir. Və 120 dənə şəkil bir saniyədə hərəkət eləsə, insan beyni belədir ki, insan beyni avtomatik olaraq gedən məsələlər tutmur. Buna aid müxtəlif psixoloji sınaqlar da var. Araşdıra bilərsiniz istəsəz. Məsələn, belə sınaqlar olur. Deyək ki, bir dənə video gedir. Videonun daxilində hamının fokus olduğu bir nöqtə olur. Ora fokuslanır. Amma başqa bir dənə hissəni sonra soruşanda həmin insanlardan %99 insan əslində gözünün qarşısında olan o məsələyə fikir verə bilmir. Onu başa düşə bilmir ki, bu var imiş. Məsələn, deyək ki, burada bu videomuzdur, videonun pəncərəsidir. Burada hərəkətli bir istiqamət var. Hər kəs fokuslanıb bu qırmızı hissəyə. Amma bunun qarşısında bənövşəyi rəngdə bir dənə detal var. Baxın bu. Burada yazılıb 5. Rəqəm yazılıb 5. Heç kəs bu 5-i görmür. Hər kəs fokuslanıb bu qırmızıya ki, buna baxıram videonun daxilində. Nə zaman görürük? Sual veriləndə ki, həmin hissədə nə? Hansı rəqəm əks olunub? Onda insanlar artıq başa düşür ki, bəli, burada 5 var. Bu insan beyninin bizi oynadığı bir oyundur, belə deyək. Hər kəslə vur təbii ki, bu. Və ona görə video texnologiyası da belə bizim istədiyimiz şəkildə də istifadə oluna bilir. Çünki bizim beynimiz bir saniyə ərzində baş verən bu kadrajları tutma potensialına malik deyil. Videonu daha yavaşlatsaq, ona görə videonu biz yavaşladanda müxtəlif proqramlara verilir, videolar yavaşlanır. Görürük ki, yavaş-yavaş şəkil formatına alınır. Video yavaş-yavaş şəkil formatında. Və ya qaleriyanın özünə daxil olsaz, videolar hissəsinə daxil olanda, orada bir sürüşdürmə pəncərəsi var. Videonu öz əlinizlə yavaş-yavaş sağa çevirsəz, görəcəksiniz ki, bir şəkil formatı alır. Yəni, şəkil olaraq dönür. Belə bir hiss yaranır sizdə. Bu ona görədir ki, kadrajlar artıq yavaş sürət alınmağa başlayır. Kadraj normalda 120 kadr böl saniyədirsə məsələn, əlbəttə bu dəyişə bilər. Hər bir texnologiyada fərqli ola bilər. İndi bizim əsas məsələmiz hesablama əməliyyatı aparmamızdır. Bu düşə bilər aşağı səviyyəyə və siz bunu artıq şəkil olaraq görə bilərsiniz. Və hesablama əməliyyatı aparanda, hesablama əməliyyatı nəyə görə aparırıq? Videonun
ölçüsünü hesablayır. Yəni bunun Q-sünü, həcmini hesablayanda. Kadrlar vurulur. Kadrı qısaca K olaraq işarə edirəm, K olaraq. Kadr vurulacaq nəyə? 1 saniyədə kadr nə deməkdir? 1 saniyədə olan kadrlar. 1 saniyədə 120 dənə kadr var. Vururuq kadrın sayını nəyə? Time'a, yəni T deyə işarə edirəm. Saniyəyə. Görək neçə saniyədə gedəcək. Məsələn 60 saniyədir videomuz. Videomuz davam eləsin 60 saniyə. Gəlin burada qeyd edeyim. Videomuz 120 kadr böl saniyədir. 120 kadr böl saniyə. Və davam eləyir 60 saniyəlik bir videodur. 60 saniyəlik bir videodur. Və eyni zamanda bu video 800 vurulsun 600 rejimdə işləyir. 800 vurulsun 600 rejimdə. Bu nə deməkdir? Ölçülər də uşaqlar. Bayaq şəkillərdə dedik ya, 512-nin məsələn 256-yadır. Bu da olsun məsələn 128-in 256-yadır. Videomuz belədir. 128-in 256-ya pikselləri var. Hər kadr saniyədə 120 kadr əks olunur və video 60 saniyəlik bir videodur. Və biz buradan əlavə olaraq nəyi tapmalıyıq? Rəng dərinliyini də tapmalıyıq. Rənglərin biti, yəni rəng dərinliyi nə qədərdir? Rəng dərinliyi də olsun. Gəlin elə bunu birbaşa əlimizdə tapaq. Bilək rəng dərinliyi nə qədərdir? Rəng dərinliyi olsun. Məsələn 8 bit, yəni 1 byte. Hər bir rəng də 1 byte olaraq qeyd olunur. Niyə? Burada bizim şəkillərin də parametrləri var. Məsələn rəng dərinliyi biz şəkillərdə baxdıq ki, var. Ölçülər şəkillərdə var. Çünki videonun özü də axı şəkillərdən ibarətdir. Onun üçün də məntiqi olaraq düşünsək, şəkillərin də parametrlərin bura əlavə eləmək təbii ki, lazım gəlir. Deməli, Q-nü tapanda, bir videonun Q-sünü tapanda kadrları vuracaq. Kadrlar nə qədərdir? 1 saniyədə 120 dənə kadr var. Video neçə saniyə davam edib? 60 saniyə. Vuracaq 60 saniyəyə. Bunu vuracaq ölçülərə. Ölçü 128-in 256-yadır. Yəni 128 2 üstü 7-dir. 256 2 üstü 8-dir. Vuranda olacaq 2 üstü 16, 2 üstü 15. 2 üstü 15-ə. Vuracaq 2 üstü 15-ə. Bir də vuracaq rəng dərinliyi. Rəng dərinliyi də 1 byte-dır. Vurmaq lazımdır əlavədən nəyə? 1 byte. Bunu hesablayırsınız, çevirmə əməliyyatlarını aparırsınız. Yekunda video nə qədər həcmə malikdir, o da qarşınıza çıxır. Yəni verilmiş əhəmiyyəti əslində budur. Başqa misallar göstərməyə artıq ehtiyac yoxdur. Bu şəkildə hesablanır verilmiş videomuz. Məsələn, burada məsələ verilib. Deyir, ekranın ölçüsü 1024 vurulsun 256-dır. Ekranın ölçüsü 1024 vurulsun 256-dır. Nə deməkdir? Ekranın şaquli və üfüqi olaraq piksellərinin ölçüləri nəzərdə tutulub. Kadrları 8 kadr böl saniyədir. Saniyədə 8 dənə kadr ötürülür. Video neçə saniyə davam edir? 16 saniyə və 64 rəng çaları var. Rəng çalarlarının sayı, rəng dərinliyinin sayını tapmaq üçün istifadə olduğumuz böyük N-dir. Bura rəng çalarlarının sayı da deyə bilərik, palitrada rənglər də deyə bilərik və s. Bunların hamısı eyni şeyə işarə edir, yəni böyük N-ə işarə edir. Biz artıq böyük N-i buradan tapa bilərik. Böyük N bərabərdir 64. Buradan da 2 üstü 6 deməkdir. Deməli, rəng dərinliyi kiçik N-imiz 6 bitə bərabərdir. Kiçik N-imizi beləliklə tapdıq. Bu da 6 bit. Video faylının həcmini istəyir. Həcmi tapanda 1024-ü 256-ya vururuq. Yəni bu edilir neçə? 2 üstü 10 vurulsun. Hətta burada qeyd olunub deyə bir də qeyd eləmək istəmirəm. 2 üstü 10 vurulsun 2 üstü 8 çevirdik. Neçə saniyə daha doğrusu neçə dənə kadr var saniyədə? 8 dənə kadr var. 8 dənə kadrı 2-nin qüvvəti şəklində göstərmək olar. 2 üstü 3. Neçə saniyə davam edib video? 16 saniyə. 16 saniyəni göstəririk 2 üstü 4 olaraq və rəng dərinliyi də 6 bit tapmışıq. 6 bitdə 2 vurulsun 3 deməkdir. 2 vurulsun 3. Hesablanıb görüb ki 3 vurulsun 2 üstü 26 bit alınır yekunda. 3 vurulsun 2 üstü 26 bit. Bunu da megabayta çevirmək olardı. Megabayta böləndə 2 üstü 23-ə bölmək lazımdır. Alınıb 24 megabayt. Deməli belə bir video həqiqətən olsa, yaddaşda 24 megabaytda yer tutmuş olacaq. Bu şəkildə hesablayırıq. Sonra da lazım olan çevirmə əməliyyatları eyni formada tapılır. Digərləri də eyni şeylərdir. Deməli, videolardan danışdıq. Nədən danışdıq əlavə olaraq? Texnologiyalardan danışdıq. Raster, vektor texnologiyaları, sonra Hypercolor,
RGB rəng stillərdir. CMYK, Agara rəng stillərindən danışdıq. ASCII-dən, Unicode-dan, mətnlərin və şəkillərin, qrafik faylların həcminin tapılması. Hamısından demək olar ki, məlumat verdik. Yəni nəzəriyyəmiz elə bura qədərdir. PDF faylı sizə əlavədən göndərəcəm o öz yerində. PDF faylı da göndərəcəm. Videomuz da burada yaddaşa yazılır. Ümumi video 1 saatlıqda videodur. Dərsdən sonra mütləq izləyin. Elə çalışaram bugün göndərirəm hər ikisin. Baxarsınız orada. Görün, izahda nəyi başa düşməmisiniz? Soruşun. Zəhmət olmasa. Aydın müəllim. Digərlərinə. Nəsə qaranlıq Aydın falan olmaz. sizdə yoxdur. Aydın müəllim. Bu bölümə potensial bir bölümə ki, qəbul imtahana düşə bilir. Amma gördüyünüz kimi də məntiqin başa düşəndə əslində sadədir. Nədən söhbət gedir? Siz şəklini tapacaqsınız həcmini, videonu tapacaqsınız həcmini, mətnin həcmini tapacaqsınız. Onların düsturu var. Böyük N düsturu zaten hər ikisində böyük N-dir. Yəni şəkildən söhbət gedirsə, rəng çalarlarının sayı, palitradakı rənglərin sayı, rənglərin ümumi sayı bunlar olacaq. Mətndən söhbət gedirsə isə, mətndən, şəkildən elə idi. Mətndən söhbət gedirsə isə, gezi əlifbanın gücü, əlifbanın ümumi sayı belə sözlər yazıla bilər. Orada 2 üstü i düsturu olacaq. Böyük N bərabərdir 2 üstü i. Amma videoda rəng dərinliyini tapanda və ya şəkildə rəng dərinliyini tapanda böyük N bərabərdir 2 üstü N düsturunu tapırsınız. Kiçik N də bizim nəyimizdir? Rəng dərinliyimizdir. Aparıb yerinə qoyursunuz, piksellərlə uyğunlaşdırırsınız. Sonra əgər çevirmə əməliyyatı varsa, megabaytdan kilobayta, nəsə bir ölçü baytları çevirmə əməliyyatı varsa, bizim ən başda keçdiyimiz elə o hissədə çevirməklə işləyirik. Ev tapşırığınızda test toplusundan ev tapşırığı verəcəm sadəcə olaraq, çünki yetəri qədər burada sual var. Gələn dərsimiz olacaq, sizinlə bazar günü olurdu, düzdür? Bazar günü olacaq dərsimiz və neçə dənə sual var ümumi? Ölçü vahidlərini yazmışıq. Ümumi 80 dənə sual var. Bu 80 sualı gələn dərsə qədər bitirəcəksiniz. Materialları da birazdan bir neçə saata qrupa yönləndirəcəm. Baxarsınız. Oldu uşaqlar. Nəsə başqa bir sualınız varsa, buyurun. Aydın müəllim. Yoxdur müəllim. Olduğunda gələn dərsimiz görüşərik inşallah. Hər birinizə uğurlar arzulayıram. İnşallah gələn il 10-cuların gözəl bal yığarlar. Buna inanıram. Sağ olun müəllim. Sağ olun. Gecəniz xeyrə.